Adım Banu Bayramova. 2019-dan bəri bu işlə məşğulam. Tədbirdə Güllü xanımın təşkilatçılığı ilə gəlmişik. Hər şey çox yaxşıdır. Satışımız da yaxşıdır. Təəssüratları da çox yaxşıdır. Çox sağ olun, təşəkkür edirəm. Bəli, hər biri əl işlərimdir. Özünüzü təqdim edin və tədbirlə bağlı təəssüratlarınızı bölüşün zəhmət olmasa. İsmailova Fatma. Tədbirlərdə biz həmişə iştirak edirik. Bu Güllü xanım həmişə hər il belə bir tədbir keçirdir. Bu gözəl ənənədir. Bu keçmişimizi yadımıza saldırır. Bütün gənclərimizə, körpələrimiz gəlir, baxır bu yun darağına, cəhrəmizə, kəlağalarımıza, çalarımıza baxırlar. Çox gözəl nəticələr əldə edirlər. Uşaqlarımız öyrənir, keçmişimizi öyrənirlər. Gələcəyimizə bunlar hamısı ötürürlər ki, yaddan çıxmasınlar. Gözəl əl işləri var burada xanımlarımızın. Demək olar ki, Güllü xanım çox gözəl tədbirlər keçirdir. Yun darayırıq, Hənifə xanım cəhri əyirik, adət-ənənələrimizdir, keçmişimizdir. Bunları gələcək nəslə ötürür ki, yaddan çıxmasınlar. Daraqdır, cəhrədir, xəlçə toxumaqdır, əl işlərimizdə bunlar hamısı bizim keçmişimizdir. Keçmişin unudan gələcəyini bilməz oğlum. Bunu çox bilmək lazımdır. Güllü xanımı çox sağ olsun ki, ildə bir dəfə belə bir tədbir keçirdir. O da çox gözəl nəticələr əldə olunur, çox gözəl tədbirlər keçirilir. Allah canınızı sağ eləsin. Xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın. Yolunu haqdır. Gözün toxdur millətin. Həqiqətə ölümü yoxdur millətin. Üzərindən qara yerlər əsməsin. Ana yurdum Azərbaycan elləri. Qapınızdan şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı, bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Bakı şəhəri, Xətai rayonu üzrə nümayəndəliyi, Mirvarid Dilbazi Payız Eməsi İctimai Mülkiyi, Kəlağayı El Muzeyinin bircə təşkilatçılığı ilə baş tutur. Mənim əzizlərim, tədbirdən öncə vətənimizin bütövlüyü, azadlığı uğrunda qanından, canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli sükutla ehtiramla yad edək. Ruhunuz şad olsun ey şəhidlər.
senin şeker şeker dillerinden öpürem. Qarabağ'a həyat verdi bu haqdan, gəlib çatdı gözlərlə bu xoşan. Bu torpağa igid doğan, er doğan, şəhid analarının əllərindən öpürəm. Mirvarid Dilbazi yazır ki, bir canım var size kurban, Azerbaycan oğlanları. Mədriyi unutmur dövran, mərd keçdiz qanlı yolları. Ey vətən qəhrəmanları, düşmən yurtda yurt salmasın, yurt düşmənə qalmasın, vətən oğulsuz olmasın, Azərbaycan aslanları. Mən də sizin hər birinizi xoş gəlmişsiniz deyirəm. Qonaqlarımızı da salamlayıram. Ələz müəllim iştirak edir, onu da xüsusilə salamlayır. Əli müəllim iştirak edir, millət vəkili, Vüqar müəllim iştirak edir, millət vəkilimiz. Allah hamısını salamlayır, xoş gəlmişsiniz deyirik. Şəhid anaları iştirak edir, onların hər birini, şəhid atalarının hər birini salamlayır, xoş gəlmişsiniz deyirəm. Qarşınızda baş əyirəm. Azərbaycan dövləti inkişaf edir, Azərbaycan dövləti inkişaf hər birimizin gözü qarşısındadır. Azərbaycan şəhərlərimizin qurulması, şəhərlərimizin bərpa olunması, amma bununla belə biz milli adət ənənələrimizi, folklorumuzu qoruyub saxlamaq bizim borcumuzdur. Sevincin akışı alır hayal sakalına yakşı. İpeyden sevincin akışı alır hayal sakalına yakşı. Her nasıl bir sevgili bakışı, her nasıl bir sevgili bakışı. Altlar gazel nazlı kenar, sevgiye kökler sazlı kenar. Çünkü gözlemliğin gözü kenar, artırar benzer nazlı kenar. Her gülün zaten yazı kenar, sevgiye kökler sazı kenar. Artırar benzer nazlı kenar, sevgiye kökler sazı kenar. Her gülün zaten yazı kenar, sevgiye kökler sazı kenar. Burada birçok hanımlar var. Səma rəqs qrupunun üzvləri var. Güllü xanım, əzizimiz, zəhmətkeş Güllü xanım. İstərdik ki, onlara da növbə verək. Onda bu Aşıq xanımdan sonra Səma rəqs qrupu da təqdim etsin. Siz əsl şou izləyirsiniz, əziz tamaşaçılar. Gel başına dolandım, gel başına dolandım.
necəsən, yamandır halın necəsən. Senden ayrı uzaklarda, yamandır halım necəsən, yamandır halım necəsən. Özgəsinə qismət özgəsinə qismət şahicə halım necəsən, necəsən zalım necəsən, şahicə halım necəsən, necəsən zalım necəsən. Şanım gülüm çiçeğim, necəsən zalım necəsən. İbrahimin sitemkarı, necəsən zalım necəsən, yamandır halım necəsən, necəsən zalım necəsən, yamandır halım necəsən, necəsən zalım necəsən, yamandır halım necəsən, necəsən zalım necəsən, yamandır halım necəsən. Günləri demək Xətai rayonunda növbəti Kalayan festivalı keçirildi və doğrudan da bu Kalayan festivalının keçirilməsində bir festivallar tarixini təbliğ və eyni zamanda bizim gələcək bu tarixin dərindən tarixi təbliğ çox vacib. Keçmişimiz və Kalayan gençler, gelecek nesiller hem tarihimizin hem milli tədqiqatın, mənəvi tədqiqatın Xətai rayonunda hakimiyyətinin Dərbəndə Baytar İclasına və digər